Nəvəsinin biri, bax həmin bu kişinin, Məlik kişinin nəvəsinin biri cüt gözü yoxdur. Bax bu kişinin qızı heç bir müəllim yanına getmədən, heç bir hazırlıq görmədən ali məktəbə getdi, girdi, hal-hazırda institutda dərs deyir. Belə şagirdlərimiz olub. Biz o şagirdlərlə təxrir edirik və bütün ictimai işlərdə bizim gənclərimiz iştirak edir. Məsələn, götürək bir axırıncı Qarabağ müharibəsini deyək də, 5 şəhidimiz var. Onlar hamısı bizim məktəbin müdavimləridir. Onlar buradan gelib, kəndin adıdır. Biz onlarla fəxr edirik. Bir onlarla yox, ümumiyyətlə Azərbaycan gəncləri ilə sağ olsunlar. İndi onlar o özlərin şəhid elədilər bizə görə. Əgər onlar olmasaydı biz də indi burada sakit otura bilmədik. Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Nəvəsinin biri, bax həmin bu kişinin, Məlik kişinin nəvəsinin biri cüt gözü yoxdur. Qazidir. Həmin müharibədə cüt gözün ikisini də itirib. Şimdi ona dövlətimiz necə yardım eləyir, yəqin ki bilirsiniz. Allah dövlətimizlə var eləsin. Biz dövlətimizdən də razıyıq, gənclərimizdən də razıyıq. Allah hamısını var eləsin.